qısa olaraq fikirlər bizi. Allah Taala cəmi qardaş bacıların ziyarətlərini qəbul etsin. Amin inşallah. Allah Taala uğur verin işçilərindən, yəni xadimlərindən razı olsun. Çox gözəl duyğular. Amin çok iyi. Razıyıq. Neçə illərdir ki, sizinlə gedib gəlirik. Nə qədər bundan sonra Allah qismət edəsə, yenə də sizinlə ziyarətləri edəcəyik. İnşallah. İnşallah Allah Taala bizləri bir də nəsib eləsin bir yerdə. İnşallah. Məşədə, Kərbəlaya ziyarətə gedək. İnşallah. Bir də hədiyyə eləmək istəyirəm. 1000 salavatın savabını ki, Peyğəmbər və Əhl-i Beytinə göndərmişəm. Zəvvar qardaş və bacılarıma 1000-in də uğur verəm. Allah razı olsun. Allah köməyiniz olsun. Cəsarət əmi həmişə ziyarətə gələndə bizə sürpriz eləyir. Ziyarətin sonunda bəzən görsən 5000, bəzən görsən 1000, 2000, 3000 bu cürünə salavatlar zikr edir yol boyunca zəvvarlara və həmçinin də qrup rəhbərlərinə hədiyyə edir. Allah qəbul eləsin inşallah. Çox sağ olun. Növbəti zəvvarımız Maliyev Mir Tofiq əmmimiz. Buyurun əmi. Allah qəbul eləsin inşallah. Allah Teala İmam Hüseyin xatirinə. Allah sizdən razı olsun. Allah həsrətində olanlara da qismət eləsin Amin, inşallah. amin inşallah. Allah razı olsun. Allah razı olsun. Növbəti zəvvarımız Sadıqov Etibar əmmimiz. Buyurun əmi. Allah qəbul eləsin. İnşallah buyurun siz də fikirlərinizi deyin. Bismillah. Ben bir 3 dəfə, 5 dəfə ziyarətdə olmuşam. Durum deyim ki, beləcəsini görməmişdim. Yalan onlar, yəni doğrudan da görməmişdim. Hərçənd onların da Allah canını sağlasın. Onlar da xidmətdə olublar. Allah kömək Bu qardaşlar da can edildən xidmətimizdəyidilər. Hərçənd orada gözümüzdə nə dincəlmək var, nə yemək var. Hər halda Allahın qidasıdır, nemətidir. Onları da səliqə sahmandan başqa bir şey görmədim. Allah razı Tamam, olsun. Allah razı olsun. Allah canlarını salamet eləsin. Var olasınız. Növbəti zəvvarımız Məşədi Zəfərov Elçin qardaşım. Allahumma salli ala Muhammed. Kərbəla buyurun siz də təəssüratlarınızı, fikirlərinizi inşallah. Allah arzusunda olanlara hər bir kəsə qismət eləsin inşallah. Bir də uğur travelə daha da yüksək uğurlar arzulayırıq. Həmişə uğurlu olsun da işlər. Allah razı olsun. Çox sağ olun. Var olasın. Ziyarət necə oldu? Xoşuna gəldi? Əsas oldu. Xoşumuza gəldi. Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Keçək növbəti zəvvarımız Mirzəliyev Namiq qardaşımız. Namiq qardaşımız. Buyur qardaşım. Allah qəbul eləsin inşallah. Allah razı olsun, minnətdaram, təşəkkür edirəm. Allah razı olsun. Allah sizə can sağlığı versin. Amin. Traverinizdə davamlı olsun hər zaman. Amin, Hər amin zaman inşallah. xalqın Amin, xidmətində amin olun. inşallah. Allah Allah şüməri şüməri qorusun, Allah sizləri var eləsin, Allah ailənizi qorusun. Amin Sağ olun. inşallah. Allah razı olsun. Bizim bu ziyarət qrupumuzun ən kiçik zəvvarı Sadıqzadə Həsən qardaşımız. Allah qəbul eləsin inşallah. Həsən buyur. Allah qəbul eləsin. Sən necə keçirdin ziyarəti? Nətər oldu? Necə oldu? Allah hamının ziyarətini qəbul etsin. Amin. Amin. İnşallah Allah bizə Kərbəla ziyarətini nisb eləsin. Amin, Həcc amin. ziyarətini nisb eləsin. Allah köməyin olsun, var olasın inşallah. Cəfərova, Məşədi Cəfərova Mirvari xanım. Harda eləşir? Buradadır. Hə, keçək ora. Buyurun. Qısa olaraq siz də Çox sağ fikirlərinizi. olun, Allah sizdən razı olsun. Allah kömək. Təkrar gəlməyi nəsib eləsin inşallah. Kimin arzusu, istəyi varsa inşallah. Allah Birinci dəfə gəldi ziyarətə. İnşallah yenə də Allah nəsib eləsin inşallah. Allah qəbul etsin. Növbəti zəvvarımız Məşədi Quliyeva Tahirə xalamız. Bizim həmişə bizlə yol yoldaşı olan bibimizdir. Həm də şirkətimizin nümayəndəsi Ədalət qardaşımızın anasıdır. Allah ömrünə bərəkət versin inşallah. Buyurun bibi. Biz çox razı qaldıq ziyarətdən. Allah sizə can sağ versin. Allah sizi bu işdən ayırmasın, əfirətdən ayırmasın. Allah sizdən də razı olsun. Bizə gözəl xidmət etdiyinizə görə. Allah uğur tura verir. Başda Əli Davud müəllim olmağına, Hacı Davud olmağına hamınıza can sağ arzulayıram. Allah razı olsun. Əsas odur ki, Allah sizdən nə iş gördünüz, həmişə razı qalsın. Allah razı olsun. Həmişə Allahın istəkli bəndələrindən olasınız inşallah, inşallah. Ürəyinizin mətləbini, arzusunuz diləyini versin aşıq. İmanınıza xatirinə. Mən çox dualar eləmişəm sizə. Allah Taala o dualarımı qəbul eləsin. Siz tərəfi, sizin üçün ha.
Amin, amin, amin. Allah Yenə razı də qismət eləsin. Nəvələrimə də, uşaqlarıma da inşallah elə bu uğur travel şirkəti ilə getməyi inşallah bizlərə də. Çox sağ olun bibi. Allah razı olsun. Təşəkkür edirik. Bibi ruhani olub. Gəl. Növbəti zəvvarımız Yusuf Baba, Nazilə xala. Oradadır. Əyləşin. Buyurun siz də fikirlərinizi inşallah, təəssüratlarınızı. Hər birinizə ayrı-ayrılıqda Uğur Travelin bütün dəyərli nümayəndələrinə Rasim xala başda olmaqla Ədalətə, Kamrana, Sevda xanıma çox-çox təşəkkür edirəm. Allah hər birinizi var eləsin. İnşallah gün o gün olsun yenə də Uğur Travelinə mən bu müqəddəs torpaqlara bir daha ziyarətlərə gedim. Hər birinizə təşəkkür edirəm. Allah Çox var sağ olun. eləsin. Var Var olasınız. olun. Allah razı olsun. Sağ olun. Növbəti zəvvarımız Məşədi Sadıqova Solmaz xanım. Siz? Bəli. Buyurun. Mən ilk dəfədir ki, ziyarətə çıxmışam. Gözəl insanlarla tanış oldum sizlərlə. Allah qəbul eləsin ziyarətimizi. Bundan sonra da elə o fikirdəyim ki, yəni İnşallah. sizinlə Ziyarət yollarında olasın. heyecanlıyam ona görə sizinlə. Amin. Çox sağ olun, qəbul təşəkkür. Allah razı olsun. Növbəti zəvvarımız bizlə artıq neçənci dəfədir bu ziyarətdə olan Məşədi Sadıqova Sümüzər xalamız. Buyurun xala. Hacı xanım olsun. Hacı xanım, Kərbəlayi xanım, Məşədi xanım. Bütün gözəl adlar sizə yaraşır. Buyurun. Çox sağ olun. Allah hamının ziyarətini qəbul eləsin. Allah razı olsun. Allah sizdən də razı olsun. Zərrətlərə layiqincə xidmət elədiniz. Çox arzu eləyərdim ki, elə müqəddəs ziyarətlərə sizin şirkətlə gedək. Amin. İnşallah. Amin. Çox Arzum sağ olun. budur. Allah razı olsun. Çox Hamımızdan razı qalın. Allah köməyiniz olsun. Bizim bu dua etməyi unutmayın. Ya Allah, növbəti zəvvarımız həm bizim Uğur Travel şirkətimizin nümayəndəsi, dəyərli xidmətçi, xanım xidmətçilərindən olan Məşədi Əliyeva Sevda xanım. İnşallah. Buyurun. Allah qəbul eləsin. Çox sağ Siz də qısa olun. olaraq Allah sizdən fikirlərinizi- də razı olsun. Mən də başda daim mənim olmaqla Uğur Travel şirkətinin bütün əməkdaşlarına, həmçinin də Kərbəlayi Rasim, Kərbəlayi Kamran, Kərbəlayi Ədalət qardaşım öz minnətdarlığımı bildirirəm öz adımdan və bütün zəvvarlar adından. Allah sizin bütün xidmətlərinizi ali dərəcədə qəbul eləsin. Həmişə belə liderliyi boyu saxlayasınız. İnşallah ki, bütün ziyarətlərdə doğrudan dini məlumatlar verməklə hər bir ziyarət turlarından seçilən Uğur Travelə öz təşəkkürümüzü bildiririk bütün əməkdaşlarına. Çox sağ olun, var olun. Allah razı olsun. Allah hamımızın ziyarətini ali dərəcədə qəbul eləsin inşallah. Allah sizləri təkrar bu ziyarətlərə zəvvar eləsin. Hamıya diplom çatdı? Ya Allah, diplomların pullarını yığın adamın 50 manatdan inşallah. Nazlı xala getməyin. Allah qəbul eləsin. Yol boyunca xidmətdə oldular Seyid Kamran qardaşımız, Kərbəlayi Ədalət qardaşımız. Allah Teala ömürlərini bərəkətli eləsin inşallah. Artıq neçə illərdir ki, Uğur Travel şirkətinin xidməti altında zəvvarlarla bu yollarda onlar da xidmət eləyirlər. İnşallah şirkətimizin bütün heyətini Allah qorusun. Kərbəla Vüsal qardaşımız, Kərbəla və Məşəd zəvvarlarımızla hal-hazırda Kərbəla şəhərindədirlər. Allah onların da ziyarətlərini ali dərəcədə qəbul eləsin inşallah. Allah qəbul eləsin. Növbəti ziyarətlərdə görüşmək ümidi ilə inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Vəssalamu aleykum.